Bu da adı dillər əzbər olan Altağac kəndi. Bəs niyə indi bərbad hala düşür? Kənddə kimə üz tutduqsa, günahı savxozun direktoru Akif Hacıyev də gördü. İşdən sonra bilyardxanaya gedirik. 3-4 saat oldu bilyard oynayırıq. Oradan çıxandan sonra da evə gedirik. Boş vaxtlarımızı belə keçirsək. Cavanlar da qaçmaq istəyir. Hələ biri mən özüm qaçmaq istəyirəm bu kənddən. Bizə Akif Hacıyevin sorağı gəldi. Üzünü görə bilməsək də işini, əməlini gördük. Akif Hacıyevin əməllərindən biri də bu stadiondur. Onu vaxtı ilə kəndin cavanları özləri tikiblər. Dərddən çox dərd var. Görək kənd sovet sədri Talıbov nə deyir? Kənddə bəzi problem məsələlər hazırda ortaya çıxır. Mən 3 ildir ki, sovet işində işləyirəm. Son vaxtlar kənddə sosial məsələlər böyük bir problemi çevrilib. Məsələn, 10 metrlik bir turba əsas su ana xəttindən partlamış və bu barədə dəfələrlə savxozun direktoruna müraciət etmişik. O isə sənin suyun cəhənnəm olsun deyə rədd cavabı vermişdir. Biz hələ Altağacdakı dərdlərin altıda birini demədik. Yəqin ki, o dərdləri, problemləri Abşeron Rayon İcraiyə Komitəsi, Rayon Aqrar Sənaye Birliyinin rəhbərçiləri də bilirlər. Odur ki, o dərdlərə əncam çəkmək də qalır onların boynuna.